Salam Velizar, necəsən? Ay salam. Necəsən quzum? Yaxşıyam, siz necəsiniz? Çox sağ ol ömrüm, təşəkkür eləyirəm. Necə gözəl görünürsən həyatım. Sağ ol ömrüm, sen de çok görünürsən. Aşkım, mən maskalanmağı sevmirəm. Necə varam, eləyəm ömrüm. Gözəlim, neyniyirsən? Sağ olun, buyurun. Çiçəyim. Senin bir tane video kaydın geldi bana. Gözəlin, gözəlin. Gözəlin, Senin bir tane video kaydın. Senin bir tane video kaydın gelip bana. Gözəlin öz gözü. Ha, Oturup bağlayırsan, deyirsən ki, oturup bağlayırsan yayında, deyirsən ki Velizara pul gelir. Baboş kimilerine pul gelir, ne bileyim ona pul gelir, buna pul gelir, mənə niye gelmir? Ne alaka? Hə, sən çox gözəl bir mövzuya toxundun. Yəni ən azından Yok indi biri milletvekili ise ben burada otururum. Ay balam bir dakika. Biri milletvekili ise ben burada ne üniversitede okumamışam ne mektep kurtarmamışam. Oturum ağlayayım ki o niye milletvekildi ben niye değil. Yani ne alaka? Söhbət ondan getmir. Söhbət ondan getmir. Söhbət bilirsən nədən gedir? Sən dinləmirsən məni, Velidar. Sən məni sona qədər dinləyəcəksən, mən də sənə deyəcəm ki, nə var, nə yox. Ay Allah Sən mənə deyəcəksən ki, seni birine okşadıram ama seni birine okşadıram ama adını diyemem. Buyur. Amma adını demə, qızım, demə adını. Məni kim oxşadılar? Onun adını çəkmə, qızım. Məni kim Gevşet oxşadı? buyur buyur. Oo demerem asla buyur. He. Canımsan. Qızım, Abi eşidirsən özürüm, ne məni? geçecekti ay bacı bu. Vallahi billahi bayıldım. Nə yeyirsən? Tamam. Sushi yeyirsən. Tamam. Bir kəlmə sözüm olacaq. Sənə bir sual verim. Sushi yoxsa dolma? Soşi nədir bacı? Yox. Yediyin sushi yoxsa dolma? Mən səni tercih edirəm. Niyə məni tərcih edirsən Velizar? Bozartmaya oxşuyursan. Sənə bir şey deyim. Mən nə bugün TikTok'a gəldim, nə dünən yayıncılıq elədim. Mən 2012-ci ildən sosial medialarda yayıncılıq edirəm. Yəni mənim işim yayıncılıqdır. Və məni indi bu dəqiqə görənlər çatlayır. Bax, bu Azərbaycan TikTok'unda açan Azərbaycan yayıncıları götünü cırsa da inanın Türk globalında heç biri tanınmayacaq. Amma bütün Türk globalı ən böyük yayıncısı onu sərmiyə gedər. Hamısı məni tanıyır və bilirlər. Və sənə Bunlar icazə gözlərini verirsən, cırsa da yəni hamısı deyir ki mən bugünəm. Velizar bugün geldi ben illərdir buradayam. Onlar bak onlar yayıncılık nedir bilmirlər. Yayın açan insanlar ayrı, yayıncılık ayrı. Ben yayıncıyam, sen yayın açansan. Başa düşürsən bak. Senin elədiyin yayıncılık değil. Sen yayın açan bir adamsan. Ona bakarsan hamı o yerinden kalkar mı yayın açar? Yayıncılık o değil. Sen yayın açansan ben yayıncıyam. Anladın? Velizar, bunu sən yadında saxla. Sənə deyirəm, yo, bunu sənə deyirəm, gəlinim sən anla deyə. Düzdür. Velizar, sənə bir söz deyim. Bu TikTok platformasında sən bilirsənmi ki, Bax, ay Azərbaycanın Alican, deyirsən ki, mən beləyəm, mən eləyəm. Bax, ay aşkım, sənin videolarını görürəm. Geyinirsən, nə bilim, bax, asla insanların heç bir şeylə dalga geç. Sadəcə, ay Alicanım, mən səni bəzən də, bax, Targovda görürəm, belə eləyirsən, bax. Bax, indi bu nədir? Millətin içinə çıxmışsan da, deyirsən, mən cinsazlığam, bax, belə eləyirsən, bax, Alican, bax. Bax, uzaqdan görürəm, belə gəlirsən, bax. Bu nedir? Şehrin içinde deli kimi. Sonra deyirsən ki bu insanlar bize saygı duysun ve sizin kimi gay, eşcinsel bireylerden dolayı həqiqətən özünü kaliteli kimi takılan bir gay insanların değerini düşürsünüz. Ne mənada bilirsən seni görürlər. Deyirlər ki bunları belə bunların hamısı budur. Bugündədir. Başa düşürsən mi ay aşkım? Yani olabilərsən, sen de bu olabilərsən ama hiç olmasa bir baxıram da videolar. Bak indi o yolkanın yanında sen Allah giyindiğin o berli bezeli ağa abbaq. O nənəmin donu neydi? O nənəmin cavanlığından qalma toyunda giyindiği o don nədir? Hə, sən mənə indi sual versən, sən Bak bilirəm, dikkat çekmek istəyirsən.
Ama dikkat demek çekmek yok. için de yaxşı bir şeyler de eləyə bilərsən. Yəni başa düşürsən mi? Sen niye Hər böyle insan diyorsun? bak burada baboşundan tutmuş. Hamı baboşu dalga geçir, hamı baboşdan dalga geçir. Baboş özünü bildiğin söydürür. Bak yayınlara girir, qalxın deyir, baboşa deyirlər dombal, onu elə, bunu elə. Yəni başa düşürsüz. Siz insanlara buna izin verirsiniz ki, özünüzə söydürəsiz. Buna sakın izin vermeyin. Bak ben bunu görürəm. Bak ben bunu cinsi azdı, yani eşcinsel bireylerden Azerbaycan yayın açan eşcinsel bireylerde görürəm bunu. Özünüzü çok söydürürsünüz ve buna siz izin verirsiniz. Yani millet sizden dalga geçsin, millet sizden mırtdaşsın. Siz buna özünüz izin verirsiniz. Sonra da ağlayırsınız belə bunlara hediye atan var. Bu da cinsi azlıqdır ve mənə niye hediye atan var ve bunu siz özünüz edirsiniz. Başa düşsən ayarlayacağım. Cücəyə sayğım var. Cücüyə kimin? Mənim. Cücəm bilirsən necədir quzum? Adını çəkməyək. Başqasının yayını. Neyin adını çəkməyək? Yox, mənim anama, bacıma, bütün ailəmə söyür. Mən yetim heç nə səsini çıxarmamışam. Bir insan necə kalitəsiz, necə düşün. Yo, asla. Mənim ən zəhləm gedən şeydir. Yayın açıb, ay balam, yayın açıb. 10 manat kartıma at, mən səndən PK danışım. Az bu nədir? Bu nə dilənçilikdir? Niyə belə həyat sürürsünüz? Bax belə olduğunuza görə hamımıza da sizə baxıb hamımıza da belə deyirlər. Vallahi heç birimiz də belə deyilik. Bizar kimliyinə nasıl? Lütfen rica edirəm Allah rızası için. Bu Targovda, Margovda şəhərdə görürəm. Nə olar adam kimi, insan kimi ola bilərsən, olacaq cinsazlıqsan ya da geysən. Baxıram biri sey, biri değişik hərəkətlər. Nə var kənardan səni çəkib mırtdaşacaqlar. Başa sizə niyə eləyirsiniz? Və sizin yüzünüzdən üzülürəm. Başa düşməyəcəklər. Ay bacı, özümü cır, başa düşmürlər. Allah'a and olsun. Cahil değil. Buna ne diyeyim ben bilmirəm. Yani asla izin vermeyeceğim. Böyle insanlara danışmağa izin vermeyeceğim bacı. Ben böyle kalitesizliği istemiyorum. Ne olursan ol. Hiç olmazsa bir kaliteli. Çöle çıkanda da ne bileyim bir kalite ol da. Ne bileyim ay bacı. Biri. O ne daha çöle geldi. Biri açır yayır. Bankayı koyur buraya. Güya bunun şeyleri var. Sey hareketler. Etim tökürler. Sen Allah.